Sabahın xeyir Azərbaycan. İş mühitində bayram necə qeyd olunmalıdır? Bu maraqlı sualla Bakı sakinlərinə yaxınlaşacağıq. İş vaxtı nə etmək olar ki? Təbrikləşdik, bayramlaşdıq, çayımızı içdik, bir-birimizə uğurlar arzuladıq, xoşbəxtlik və dağılışdıq. İşə davam. Bir gün ümumiyyətlə bayramın qeyd edilməsi üçün zaman ayrıla bilər də. İldə bir dəfə ən azından, yəni müəssisənin əməkdaşları üçün həm rəhbərlikdən, həm həmkarlar təşkilatının birgə fəaliyyəti nəticəsində bir gün bayram günü kimi qeyd eləmək olar. Bayramla iş mühiti alınmır. Niyə alınmır? Çünki əgər sən işləyirsənsə, məsələn, onu necə istirahət edə bilərsən, bayram keçirə bilərsən? Hədiyyə, bayramlaşmaq, təzə ili qəşəng keçirmək, hamısı önəmlidir. Kağıza belə adlarımızı yazırıq, kimə demirik də, kimə düşəcək. Onda açıb bir-birimizə elə hədiyyə veririk biz işdə. Nə olsun iş mühitidir. Bayram varsa qeyd edilməlidir. Bəzənilməlidir hər yer. Yəni insanların gözünə oxşamalıdır, yəni hər yer ki, həmin insanlar işləyəndə də motivasiya olsun onlara qarşı. Onların iş mühitindəki o motivasiyalar artsın, yəni. Əgər kollektiv şən və yaxşı kollektivdirsə, yəqin ki, bayram da çox maraqlı olar. Orada işləyən insanların mühitindən asılıdır da ki, bir-birinə münasibət necədir. Əgər münasibət yaxşıdırsa, yəqin ki, bayram əhval-ruhiyyəsi də çox gözəl olacaq.